Salam hörmətli izləyicilər. API testi zamanı Best Practice mövzusunda növbəti danışacağım mövzu monitoring ilə bağlı olacaq. Biz öz collection'ımızı, öz servislərimizi monitoring edə bilərik və bunu bir növ avtomatlaşdıra bilərik və bizdə ola bilər ki, işlədiyimiz müəssisədə, işlədiyimiz şirkətdə automation-a böyük resurs ayrılmasın, automation üçün böyük imkanlar olmasın. Onun üçün Postmanın bizə təklif elədiyi belə bir monitoring üçün tool var və biz bu monitorinqlə öz testlərimizi, öz API testlərimizi schedule vasitəsilə, schedule qoymaqla müəyyən müddətdən bir run etmiş ola bilərik və onun nəticələrini biz əldə etmiş ola bilərik və bu da bizim testlərimizi avtomatlaşdırmaq üçün bir növ vasitə olacaq. Bu tam da avtomatlaşdırma sayılmasa da müəyyən mənada testlərimizi automation edə biləcəyik bununla. Və bu necə işləyir? Bunu göstərmək istəyirəm. Demək bu çox çətin bir şey deyil, sadədir demək olar. Monitors bölməsinə daxil olduqda biz create monitor eləyəcəyik və burada qeyd eləyəcəyik ki, məsəl üçün new monitor ad qeyd eləyəcəyik və burada collection'ımızı seçəcəyik. Hansı collection'ı biz run etmək istəyirik daima. Məsəl üçün bunu seçdim və environment'i seçəcəyəm. All service environment'i. Çünki burada da hansı environmentdə işlədirəm. Ola bilər ki, dev test, preprod environmentdə sizdə olsun. O özünüzdən asılı olacaq. Və burada qeyd eləyəcəyim data fayl əlavə eləmirəm. Bildiyiniz kimi daha öncəki dərsdə bu ilə bağlı danışmışdım. JSON və ya CSV fayl əlavə eləmək olar. Onu eləmirəm. Və burada schedule qoyuram. Müəyyən vaxt qoyuram ki, haçan buran olacaq. Məsələn, hər həftə, həftəlik qoymuşam, hər gün qoymuşam və vaxt qoymuşam. Bunları dəyişə bilərsiniz, özünüzdən asılıdır. Bu Postmanın CI/CD-si ilə bağlıdır. Bu ilə bağlı növbəti videoda çəkib danışacağım inşallah. Amma hələ ki bunu deyim sizə. Biz schedule-la eləyirik və burada region seçmək var. Mən regionu dəyişmirəm. Dəyişə də bilərəm əslində, amma dəyişmirəm. Və notification eləyirəm. Yəni hansı meylə göndəriləcək. Amma bir dənə məsələ var ki, bu fail olanda burada notification gedəcək. Yəni fail olduqda mənə mail gələcək. Mən öz mailimi burada qeyd etmişəm. Amma siz başqa mail də qeyd edə bilərsiniz. Qeyd edim ki, yəni başqa bir mail qeyd eləsəm, üçüncü bir mail də qeyd edə bilərəm. Yəni nə qədər istəyirsiniz, o qədər qeyd edə bilərsiniz. Və burada belə bir şey var ki, 3 dəfə ardıcıl fail olandan sonra daha göndərimi stop olur. Onu artıra bilərsiniz. Mən elə belə qoymuşam 3 və advanced settings var. Bunun özünüzdən asılıdır. İstəsəz saxlayın, istəsəz artırın bunları. Mən bunu dəymirəm və monitorumu yaradıram və monitoru hər gün saat 3-də buran olacaq. İstəsəm burada yenidən editləyə bilərəm, hər hansı bir dəyişiklik edə bilərəm, ya rename eləyə bilərəm. Bu ilə bağlı yeni dəyişiklik etmək olar. Amma hələ ki mən run'ı manual edirəm. Bu hər gün 3-də run gedəcək. Yəni mən bunu avtomatik etmiş olacağam, daha manual etmiş olmayacağam. Və run indi isə əllə də istədiyim vaxt run edə bilərəm. İndi əllə eləyirəm və run etsəm, mənim collection-ımın içərisində olan servislər run olacaq və nəticəsi mənə burada belə bir şey gələcək. Bir də ən əsas şeylərdən mən qeyd edeyim ki, burada sadəcə servislər işləyir və servisin içərisində olan bu test skriptlərin, yəni testlərin nəticəsini mənə bildirir. Məsəl üçün mən bunların hər birinin içərisində yazmışam ki, 200 olsa success-dir. Burada yazmışam 200 olsa success. Yəni nə qədər ki burada bir şey var, onu yoxlayır. Məsələn, bunun içərisində bir şey olmasa, belə eləsəm, bu da gələcək, sadəcə 200 olmağını deyəcək, amma testin nəticəsini bildirməyəcək. İndi mən hələ ki içini yazdıqlarımın nəticəsini mənə göstərəcək. Yazılıb ki, 7 dənə fail olub. 7-dən fail olmaq əslində səbəbi 429 xətasıdır. Bu da xəta odur ki, çoxlu request gedib. İndi mən bir dəfə də yenidən run edeyim, görüm nəticə nə olacaq. Bu da çoxlu run gedir. Ola bilər mən bayaqlar run eləmişəm və servisdə də yüklənib. Hər halda bir dənə bunu saxlayım. Belə run edeyim, görüm işləyirmi servisim. Yəni belədir vəziyyət.
Deməli, çoxlu runlar bitdi və servislər biraz down olmuşdu. İndi isə düzəldi və mən burada nəticəsini sizə göstərim. Deməli, məndə 7 test olub. Qeyd elədiyim kimi, bunların içərisindəki testlərin nəticələri mənə göstərmiş oldu. Və burada qeyd olunur ki, 7 dənə test olub və biri fail olub. Ən sonda biri fail idi. Hansıdır fail olan? Burada nəticəsində 400 olub bir dənəsinin cavabı. Ona görə fail olub. Ümumi olaraq monitorun nəticəsi unhealthy-dir. Yəni bir dənə də fail olsa, yenə də cavab unhealthy göstərir. Və mən buradan passed olanları və fail olanları görə biləcəyəm və konsoldan loqlarına da baxa bilərəm ki, hər birinin nəticəsi nə olub. Və qeyd edeyim ki, əgər mən bu testlərin içərisində bir şey yazmasam, o sadəcə mənə testin test kimi yox, sadəcə 200 olmağını göstərəcək. Məsələn, deyim sizə necə. Məsəl üçün, bunun içərisində bir şey yazmasam, test skriptəsini yazmıram və save eləyirəm. Yenidən, məsələn, bunu da dəyişək, bunu da içərisine boşaldım. Və yenidən monitorumu run edeyim. Yeni monitorum işlədi. Deməli, bunun nəticəsinə baxaq. Və burada da qeyd olunur ki, 6. Məndə əslində collection içərisində 8 servis var. Yazır ki, 6-sı işləyib. 6 dənəsinin içərisində test var. Bunları nəzərə almayıb bunu. Bir də bunu. Çünki içərisində test yoxdur, amma nəticəsi bilinir. Hər halda meylə də bunun nəticəsi gəlir. Yəni ona görə burada belə bir şey var ki, siz gərək bunların içərisində hər hansı bir şey yazasınız və onun nəticəsini yoxlasın. Mən əgər məsələn bir dənə məndə bu fail olan budur. Bunun içərisində bir dənə düzəldim, 400 edeyim. Sanki 400-ü yoxlamış olacağam və monitorumu yenidən çalışdırım. Bəli, bu da artıq success alacağam və burada saniyələr göstərir. Neçə saniyədə işləyib, belə bir nəticəni də mənə maildə göndərəcək və qeyd edir ki, 6 dənə test olub, hamısı da success olub, pass olub, fail olan yoxdur. Yəni cavabları da nədir? Hamısını burada qeyd eləyib. Yəni burada testi yoxladığı üçün 400 olmağına yox, testin nəticəsinə baxıb. Əslində bir tərəfdən haqlıdır. Çünki bildiyiniz kimi biz bəzən 400 кейslərini də yoxlayırıq. Bu sadəcə testin nəticəsini sizə bildirir. Yəni servisin işləyliyini də deyil, testin nəticəsini göstərir və bu cürə işləyir. Burada belə bir şey də edə bilər. Yəni bu individual olaraq göstərir ki, bunların nəticələri nədir. Belə bir şey. Bir də error кейslərini ancaq şey eləsin, işlətsin və yaxud seçim eləsin hansını işlətməyi. Bunların hamısını siz özünüz seçə biləcəksiniz buradan. Bir də qeyd edeyim ki, bundan sonra da bunun nəticələrini, bu monitorda gedən prosesin nəticələrini belə bir yolla biz ümumi paylaşa bilərik. Burada home-a gəlib, integration-ə gəlsək, bunu eləyirik və burada göstərir ki, siz bunu ümumiyyətlə Postman-da bu gedən prosesin nəticələrini kimlə bölüşmək istəyirsiniz? GitLab-la, GitHub-la. Burada belə bir şey var. Development-lə bölüşə bilərsiniz. Notification. Belə bir Slack-a göndərə bilərsiniz. Çünki bəzən Slack işlədirik işdə. Slack-a nəticələrini göstərə bilərik, göndərə bilərik və ya başqa yerlərə göndərə bilərik. Burada seçim edə bilərsiniz. Postman bizə belə bir geniş imkan yaradır ki, yəni gedən proseslərin nəticələrini biz harasa ötürə bilərik və orada nəticələr bilirsiniz. Məsəl üçün servislər GitLab-da işləyir, backend yazıb GitLab-a pushlayıb və biz bu ilə bu nəticələrini GitLab-a bildiririk ki, həmən gedən servisdə problem olduğunu bildirə bilərik. Belə bir seçim var. İndi məndə qoşulu olmadığı üçün elə bilməyəcəm, amma öz işinizdə tətbiq eləyib nəticələrini bizlə də bölüşsəz yaxşı olar. Deməli, indi öz workspace-imə qayıdım. Monitor buradadır. Sonra monitor silə də bilərik və yaxud da ki, pauza eləyirik və yaxud da başqa funksiyalar var. Hər halda nəticə healthy, bir dənə də fail olsa unhealthy-dir, amma hamısı işləsə healthy olub nəticəni göstərəcək bizə və istədiyimiz nəticələri də sonradan yerinə baxa bilərik. Bir də run eləsəm,
və bura bir dəfə də düşəcək və gündəlik ran olduqca bizə nəticələr gələcək. Hər dəfə də girib buradan baxa bilərik. Mailimizə də onun nəticələri göstəriləcək. Bu da danışacağım mövzu bu idi. İnşallah növbəti mövzuda Postmandan inteqrasiyanı, Newman istifadəsini göstərəcəm. Çox sağ olun.